Naxçıvanda xüsusi təyinatlı qüvvələr veteranları şəhid ailələri ilə işin gücləndirilməsi forumu zamanı Naxçıvana qonaq gələn şəhid ailələri və qazilər, eləcə də qardaş Türkiyə Cümhuriyyətindən gələn şəhid ailələri və qaziləri İnkişafa və İslahatlara Dəstək İctimai Birliyinin sədri Ramil Əliyevin təşəbbüsü ilə Naxçıvan şəhərində yerləşən Heydər Əliyev adına tam orta məktəbin şəhid Gizir Pəncəli Teymurovun adını daşıyan sinif otağında qonaq oldular. Qonaqların içində şəhid Gizir Pəncəli Teymurovun anası Vahimə ana da var idi. Görüşdə məktəbin müəllim heyəti də iştirak edirdi. Bu, Vahimə ananın sinifə ilk gəlişi idi. Görüşdə şəhidlərimizin əziz xatirəsi yad edildi və gələcək nəsillərin vətənpərvərlik ruhunda böyüməsi ruhunda söhbət açıldı və şəhidlərimizin xatirələrinin əbədiləşdirilməsinin gələcək nəsillərə verəcəyi töhfədən söz açıldı. Var olsun vətənimiz, dövlətimiz, ordumuz, tüm şəhid qardaşlarımızın ruhları şəhid olsun, vətənimiz şəhid olsun. O övladları, o bunları nəzərdə tərbiyələmişsə, gözlərini qırpmadan vətən yolunda zamanlarını verməyə, vətən uğrunda ölməyə gediblər, şəhid olmağa gediblər. Biz qürurluq. Birinci saçda, birinci bu şehit ağlar, qəhrəmandır ki, bu şehit ağlar yetişdi. Əsl qəhrəmanın ağlardan keçməkdir. Deyir ki, yaxşı tükətirəmişə, oğullar ağlardır. Kızlar anadan, oğullar ağlar. Bilinmeyen ağlarım, bilinmeyen qəhrəman oğulları olmalıydı. Başka biri olurdu. Biz bu çok sevgisiyle, şüpheli olmayan biz bir devlette yaşayan ama yaşayacaksan her bir şey başımıza gelir. Bundan sonra Allah bir yere yaşamasın. Allah sizlerden selam ederiz. Sizinlerden sevdiğimiz uşakları, sevdiğimiz istiyorum. İnşallah hem yaralarımız için değiliz. İnşallah. Vatanını seven, vatanını seven. Güzel. İnşallah. Siz de zorla isteyerdikçe bizim evlatlarımızla, terbiyelerimiz evlatlarımızla onlardan layık olsun. Allah'ın dünya aramalarında sesini inşallah. Hakkımız ödenmezler, hakkımızın karşısında, şekillerimizin bu karşısında denilmezler. Başlayabilir ama birinci kez var, unutma, şahsen ben özü bizim kalbimizi unutmak unutturmak. Aldığımız, ne kadar ki aldığımız nefes var, her nefeste biz şehit demişiz, biz gazi demişiz, biz millet demişiz, biz toprak demişiz. Varlığına katlaşmışız, elimizden gelen. Herkese teşekkür ediyorum. Yani öz adına, ailesi adına, kendisinin can yoldaşı olun, silah yoldaşı olun, mənim olun, bir şehirlər, ilərləriz. Vətən müharibəsi qəhrəmanı Camal İsmail olmaq istiyorum. İnşallah deyirlər, inşallah müharibə başlayacaq və biz mütləq qalib gələcəyik. Mən onun həmişə bu sözü deyirdim. İndi siz bu uşaqları elə təhsil verin, elə böyüdün, elə hər şey onlara aşılayın ki, çünki bu vətənimiz bundan belə bu uşaqlara əmanət olacaq. Onlar bu torpağın qədrini bilməlidirlər, göz bəbəkləri kimi qorunmalıdırlar. Çünki qarış-qarış, damla-damla bizim oğullarımızın aldığı torpaqlar bundan belə o uşaqlara əmanətdir. Əgər bu torpaqları sizin təhsil verdiyiniz uşaqlar qorumasa, bizim evlatlarımızın ruh onlardan inciyər. Çünki bundan belə vətən onlara əmanətdir, gələcək nəsilə əmanətdir. Və bir ana kimi həmin xahiş edir, həm də tələb edirik. Vətən çünki onlara əmanətdir. Və sözümün sonunda mən Camalın 6 yaşında olarkən uzaq Rusiyada böyümüşdü. Ancaq öz vətənini o qədər çox sevirdi ki, o heç vaxt məktəbdə, bağçada olanda, tədbirlərdə heç vaxt rus dilində şeirlər deməzdi. Ən birinci öyrəndiyi şeir Can Gülüm şeiri olmuşdu.
Sonra vətən haqqında mən o şeirlər öyrədirdim. Çox sevdiyi də Abbas Səhhətin Vətənin bir şeiri idi. Və şeirin son bəndini o qədər ürəklə deyildi ki, hətta mənim gözümdən yaş gəlirdi. Vətənin nemətin isyan olmaz, naxələtlər ona qurban olmaz. Saxlaram gözlərim üstə onu mən, ölərəm əldən əgər getsə vətən. Bütün şəhidlərin ruhu şad olsun, Allah razı rəhmət eləsin. Bu oğullardandır ki, parmaqla sayılası oğullardandır ki, erməni onun başına 2 milyon vurdu. O öz sağlığında, öz qanının qisasını almışdır. Xalqın ürəyində bəncəli, xalqın, Azərbaycan xalqının milli qəhrəmanı kimi yaşayır. Rəsmi təsdiq olmasa da, biz ümid edirik ki, arzu edirik ki, onun xalq verdiği bu ad rəsmi təsdiqini tapsın. Allah sizdən razı olsun qardaşlar. Allah sizi arzularınızı yerinə yetirsin inşallah. Allah sizə can sağlığı versin. Azerbaycan'ın kahraman şehit anneleri. Sizlerin böyle evlatların olduğu, ben hem sizde hem de sizin o şehit düşen evlatlarınızda gurur duyuyorum. Ben de sizin bir kardeşiniz olarak Kıbrıs Barış Harekatı'nda savaşın o acımasızlığı yaşayan bir muharip gaziyim. Onun için sizinle gurur duyuyorum, şehitlerimizle gurur duyuyorum. Lütfen şehitlerimizin ruhu için bir Fatiha okuyalım. Bismillahirrahmanirrahim. Subhane rabbike rabbil izzati amma yasifun. Ve selamun alel murselin. Elhamdülillahi rabbil alemin. Şehitlerimizin ruhu için El Fatiha. Hepimizin başı sağ olsun, Allah rahmet eylesin. Sonda şəhid Gizir Pəncəli Teymurovun anası Vahimə ana şəhidimizin ruhunu əziz tutduqları üçün məktəb rəhbərliyinə təşəkkürünü bildirib, Siz Pəncəlinin adını yaşadırsınız. Mən bu Naxçıvan xalqına dərin təşəkkürümü, minnətdarlığımı bildirirəm. Burada müəllim kollektivlərə də mən öz təşəkkürümü bildirirəm. Allah sizin kimi müəllimləri bu Azərbaycandan heç əskik eləməsin. Çünki siz vətənpərvərliyi uşaqlara öyrənirsiniz. Düzdür, Pəncəli muzeyi düzəltmişik. Bu muzey böyük bir vətənpərvərlik məktəbidir. Həm də böyük bir hərbi məktəbdir. 10-cu ildir Pəncəli muzeyinə mən bir ana kimi, mən bilirəm ora nə qədər gənclər gəlir, nə qədər insanlar Pəncəlinin ziyarətinə gəlirlər. Pəncəlinin etdiklərinin bəlkə 1%-ni də mən bilmirəm. Bunu dəfələrlə demişəm. Amma bunu qürurla deyə bilərəm ki, bizim Pəncəli timsalında olan şəhidlərimiz bizim Azərbaycanın başını uca edir. Bizim bayrağımızı ucaldıb, bayrağımız ucada dalgalanır. Mən arzu edirəm həmişə bizim Azərbaycan xalqı azad yaşasınlar. Çünki bizim evladlarımız öz qanunu bu millət yolunda, bu xalq yolunda veriblər. Bundan sonra Azərbaycan xalqına müharibə qismət olmasın. Həmişə əmin-amanlı, azadlıq içində yaşasınlar. Biz olmasaq da bizdən sonra gənclər heç bizim gördüyümüzü görməsinlər. Həmişə azad, əmin-amanlıqla yaşasınlar. Mən öz dərin təşəkkürümü bu müəllim kollektivinə bildirirəm. Allah sizdən razı olsun. Siz də bu Azərbaycan üçün böyük bir vətənpərvərlik məktəb yaradırsınız. Çox sağ olun, minnətdaram sizə. Allah bu şəkildə hazırlayıb, sizi ziyarət edib bu günləri. Ziyarətin tarixləri var. Buna da şəkil eləsin müəlliməyə və bu şəkildə sizdən aradan tarixə qalsın. şəhidimizin portretini sinifə hədiyyə edib. Pəncəli Teymurun belə qəhrəman analardan Pəncəli Teymurun anasına bir kəlmə bir söz dedi. Biz danışanda sonunda sözün dedi ki, Pəncəli Teymur kaş yaşayardı. Çox üzr istəyirəm, amma onda döyüşdə oldu. O da 2-ci Qarabağ qazisidir. Dedim, fikirləşdim ki, ananı da yəqin ki, ürəyindən axıdıb ki, oğlu yaşasın. Amma onu demədi. Dedi, mənim oğlum yaşayırdı, mən anayam, yox. Vətənə
Biz Pəncəli uşaqlar böyütməyə, hətta dediyim kimi, yəni biz sözümüzü, silahımızı qələmimizlə deyirik. Uşaqlarımız da orada böyüdük. Müharibə olmasa, amma bizim uşaqlarımız öz silahları ilə, qələmləri ilə, bilikləri ilə, ağılları ilə Pəncəli kimi və Pəncəli kimi minlərlə şəhid qəhrəmanlarımızı dünyada təmsil eləsinlər. Öz sözlərlə desinlər, bizim də bir milli qəhrəmanımız var idi, Pəncəli ləqəbinə almışdı. Ermənilərin canını qorxu salmışdı. Mən hətta biz tədbirimizdə mən onu səhnələşdirmişdim də. Heç vaxtı tədbirlərdə mən durma yol verirəm. Mənim yoldaşlarım burada da bilirlər. Yəni, çox istəyərdim sizlərlə o tədbirdə iştirak edəyəsiz. Əlimizdən gələni yox, dediyim kimi ürəyimizdən gələni eləmişdik. Biz o səhnəni də canlandırmışdıq. O gün olacaq ki, inanırım da ki, bizim dərs dediyimiz cavablar nəticələrimizdə çıxırdı. Biz elə cavab veririk düşünmək biliyimizlə, savadımızla, məktəbimiz mükəmməl bilikli, ağırlı şagirdlər yetişdirir. Dünyanın müxtəlif yerlərində Azərbaycanı təmsil edirlər. Pəncəlanı və minlərlə Azərbaycan qəhrəmanlarını təmsil edirlər. Yenə də biz söz veririk, mən müəllim olaraq həmçənalarım adına da söz verirəm ki, orada da bizim uşaqlarımız böyüyəcək, amma sizə söz veririk ki, bizim böyüdüyümüz uşaqlar sizin övlədlərinizə inşallah olacaq. İnşallah. Çox sağ olun, əziyyət çəkdiniz, gəlin ayaqlarınız var olsun. Bizim üçün ən dəyərli hədiyyədir, baş düşənizdə yetişəcək. Çox sağ olun. Bu kimi təşəbbüslər şəhid ailələrinə ehtiramın göstəricisi və şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi üçün böyük bir nümunədir.